Dünya çempionatı uğrunda mübarizədə Türkiyə millisi Rumıniya ilə qarşılaşır. Gəlin başa düşməyə çalışaq ki, Rumıniya Türkiyənin həyatını necə çətinləşdirə bilər, ümumiyyətlə çətinləşdirə bilərmi? Mircea Lucescu adətən Rumıniya millisində çox kompakt 4-1-4-1 və ya 4-5-1 taktikasından istifadə edir. Amma komandanın ən əsas dayaq yarı müdafiəçisi olan Marin zədələnib sıradan çıxdığına görə istisna etmirik ki, Rumıniya 2 dayaq yarı müdafiəçisi oynayacaq. Bu zaman Rumıniyanın ən vacib oyuncularından biri əlbəttə ki 10 nömrə mövqeyində oynayacaq Hacıdır. Hacının əsas mövqeyi əlbəttə ki 8-10 nömrədir. Amma əgər 2 dayaq yarı müdafiəçisi olarsa bizim gözləntimiz ondan ibarətdir ki, Hacı bir qədər də yuxarı qalxacaq. Rumıniyanın ən təhlükəli kanalları onun cinahlarıdır. Çünki cinah hücumu zamanı cinah müdafiəçiləri balanslı olaraq hücuma qalxaraq öz komanda yoldaşına kömək edir. Burada çox maraqlı adlardan biri Mihaladır. Belə ki, o qeyri-standart düşüncəsi ilə bəzi hallarda cərimə meydançasına girərək ikinci hücumçu olmaq, bəzi hallarda isə yarım cinahlarda qeyri-standart hərəkətlər etməklə bir növ həm Mateusz Kunyanı xatırladır, həm də ki, rəqiblərə çox çətin anlar yaşadır. Gəlin Avstriya ilə maçda 2 epizoda baxaq. Bunların birində Mihala uzaqdan dirəyi nişan alır, digərində isə həmin o avantürist elementi özünü göstərir və başı üzərindən möhtəşəm bir zərbəyə cəhd edir və top qapıdan bir qədər aralı gedir. Rumeniyada o biri cinah oyuna seçilir ki, burada Denis Man oynayır və komandanın məqsədi ondan ibarətdir ki, mərkəz və solu yükləyib topu sağa ötürsünlər. Harda ki, Man birə-birlərdə rəqiblərlə qalıb, driblingi sayəsində keçərək təhlükəli epizod əldə etsin. Baxmayaraq ki, biz əminik ki, Rumıniya Türkiyə üçün çox keçiləsi bir rəqibdir. Biz yenə də həmin maçın detallı analizini YouTube kanalımızda yerləşdirmişik. Mənə isə sizin fikriniz maraqlıdır. Sizcə Rumıniya Türkiyəyə, Türkiyədə hər hansı bir ciddi problem yarada bilərmi?